Məhlullar bölməsinin həll olma əmsalı həll olmaya təsir edən amillər. Birinci sual. Təzyiq artdıqda hansı maddələrin suda həll olması artır? Uşaqlar, bilirik ki, təzyiq bərk halda olan maddələrə təsir eləmir. Yalnız qaz halında olan maddələrə təsir edir. Demək, karbon qazı və oksigen. 1-3 cavab C bəndi. X maddəsinin həll olma əmsalının təzyiqdən asılı qrafiki verilmişdir. Baxırıq ki, düz mütənasib asılılıqdır. Nədən? Həll olma əmsalı təzyiqdən. Bayaq da dediyimiz kimi, düz mütənasib asılıqsa təzyiqdən oksigen D bəndi. Silisium oksid bərk haldadır, natrium xlorid bərkdir, gümüş xlorid bərkdir, dəmir bərkdir. Həll olma əmsalı 250 qram olan duzun 500 qram doymuş məhlulundan neçə qram duz var? Baxaq. Həll olma əmsalı 250 qramdırsa, demək bunun 1000 qramı sudur, 250 qramı duzdur. Yəni məhlulumuz 1250 qramdır. Məhlul. Yaxşı. 1250 qram məhlulda 250 qram maddəmiz varsa, bizdən 500 qram doymuş məhlulda neçə qram duz olmağını soruşur. 500 qramda da x-dir. X bərabərdir 500 vurulsun 250 bölünsün 1250. 500. Cavab A bəndi. Dördüncü sual. Təzyiq artdıqda hansı sıradakı maddələrin suda həll olması artır? Demək, təzyiq artırsa, qazların həll olması artır. A bəndi duzlular çıxdıq. B bəndi şəkərindən çıxırıq. C bəndi olmaz. D bəndi natrium xloridindən çıxdıq. Y bəndi. Y bəndindəki bütün maddələrimiz bərk haldadır. Qaz halındadır, bağışlayın. Cavab Y bəndi olur. SO2 qazdır, karbon qazı qazdır, oksigen qaz halındadır. 5-ci sual. Maddələrin həll olmasının temperaturun artırılması necə təsir edir? Yaxşı. Baxırıq. Temperatur bərk maddələrə necə təsir edir? Temperatur artdıqca bərk maddələrin həll olması artır. Temperatur artdıqca qazların həll olması azalır. Buna əsasən baxaq. Qaz halında bir dənə oksigendir. Demək, oksigen temperatur artdıqca həll olması azalacaq. 2. Yerdə qalan duzlar isə bərk haldadır. Temperatur artdıqca həll olması artacaq. 1, 3, burada 2 C bəndi. Həll olma əmsalı 500 qram olan duzun 300 qram doymuş məhlulunda neçə qram duz olar? Bu da bayaqçı kimi olacaq. Demək, həll olma əmsalı KH 500-dürsə, demək 1000 də sudur. Cəmi 1500 məhlul eləyəcək. 1500 məhlulda 500 qram duz varsa, 300 qramda da X-dir. 100 qram cavab B bəndi. 7-ci sualla davam edirik. 25 dərəcə Selsidə 400 qram suda. Yaxşı. Suyumuz 400 qramdır. Məsələn, şərtində verilənləri yazaq. 80 qram maddə həll olur. Həll olan maddə 80 qramdır. Həmin temperaturda maddənin həll olma əmsalı. KH bərabərdir suala. Yaxşı. KH-ın düsturu nə idi? Həll olma əmsalının düsturu. Həll olan maddə bölünsün su vurulsun 1000. Yaxşı. Həll olan maddəmiz 80. Suyumuzun kütləsi 400 vurulsun 1000. Yaxşı. Bundan bu 2 sıfıra gedərik. 200 qram. Cavab B bəndi. 8. Təzyiq artdıqda hansı maddələrin suda həll olma əmsalı artır? Təzyiq artırsa, demək qazlarda. A bəndi. Qazlarda təzyiq artdıqda həll olma əmsalı artır.
Növbəti 9-cu suala baxaq. Doymuş məhlulun kütləsi verilib. Məhlulumuzun kütləsi nə qədərdir? 200 qram. Məhlulda həll olan maddənin kütləsi M həll olan 40 qramdır. Həll olma əmsalını tapaq. 200 qram məhluldan çıxırıq 40 qram həll olan maddəni. 160 qram suymuş demək. 40 qramı duzun payına düşür. 160 qramı da suyun payına düşdü. İndi bizdən KH-ı soruşursa, həll olan maddəmiz nə qədər idi? 40. Bölünsün suya 160-a, vurulsun 1000-ə. 4, 250 qram. Cavab C bəndi. Temperatur artdıqda hansı maddələrin suda həll olması azalır? Temperaturla tərs mütənasib olan qazlarıdır. Cavab D bəndi. 11-ci suala baxaq. Yaxşı. Uşaqlar, həll olma əmsalı temperaturla düz mütənasib asılı idisə, bərk maddə, X bərk. Y-ə baxaq. Tərs mütənasib asılı idisə temperaturdan qaz. Ya A bəndi, ya da C bəndi olacaq. Baxaq. Təzyiq ilə düz mütənasib asılı idisə qaz. Bərk, qaz, qaz. Cavab A bəndi. 12-ci suala baxaq. 400 qram suda 100 qram duz həll olur və doymuş məhlul əmələ gətirir. Həmin temperaturda həll olma əmsalını tapaq. Yaxşı. KH bərabərdir. 400 qram su verir. Məxrəcdə yazırıq. 100 qram da duz həll olub. Yazırıq. Vururuq 1000-ə. 250 qram. Cavab C bəndi. 13-cü suala baxaq. Müəyyən temperaturda 250 qram suda. Yaxşı. KH bərabərdir. Həll olma əmsalını soruşduğuna görə. M həll olan bölünsün M su. Vuraq 1000-ə. Bərabərdir. 250 qram su dediyinə görə məxrəcdə yazırıq. 80 qram maddə dediyinə görə 80-i sürətdə yazdıq. Vururuq 1000-ə. 4, 320 qram. Cavab B bəndi. 14-cü suala baxaq. Baxaq. 100 dərəcədən deyək 60 dərəcəyə qədər soyutduqda neçə qram duz çökər? 100 dərəcədə həll olma əmsalı nə qədərdir? 400 qram. Demək, məhlulumuz nə qədərmiş? 1400 qram. Yəni, 400 qram həll olma əmsalıdırsa, 1000 qram da sudur, 1400. 1400 qramda nə qədər duz var? 400 qram duz vardı. Bəs 700 qram doymuş məhlulda nə qədər var? X bərabərdir 200 qrama. 200 qram duzdursa, bu 700 qram məhluldan 200'ü duz olarsa, yerdə qalan 500'ü su olacaqdır. İndi bizdə nədir? 60 dərəcəyə qədər soyutduqda 60 dərəcədə həll olma əmsalı nə qədərdir? 280 qram. Suyumuz nə qədər olur? 1000. 1000-də 280 qramdırsa, 500 qram suda da x qram duz var. X bərabərdir 140 qrama. Aha, neçə qram duz çökər? Əvvəlcə nə qədər idi? 200 qram. 60 dərəcədə nə qədər olub? 140 qram. 200-lə 140-ın çıxırıq. Nə qədər qaldı? 60 qram duz çökər. Cavab D bəndi. 15-ci suala baxaq. KH-ın, yəni həll olma əmsalının temperaturdan asılılıq qrafiki verilmişdir. 60 dərəcə Selsidə hansı maddənin doymuş məhlul daha qatıdır? 60 dərəcədə daha qatıdır. Baxırıq uşaqlar. 60 dərəcəyə baxırıq. Hansıdır ən daha çox qatı olan? Həll olma əmsalına daha yaxın olan K. Cavab A bəndi. 16-cı suala baxaq. Oksigen qazının suda həll olma şəraiti verilmişdir. N1, N2, N3 arasındakı münasibətləri müəyyən edək. Uşaqlar, baxırıq. Təzyiq neynir? N1, N2, N3 istiqamətində artır. Temperatur neynir? Birinci ilə ikincidə sabit qalıb, üçüncüdə azalıbdır. Uşaqlar, dedik ki, temperatur artdıqca oksigen qazından söhbət getdiyinə görə qazları temperatura və təzyiqin qazlara təsirindən bəhs eləyəcəyik. Temperatur artdıqca qazların həll olması neyniyəcək? Azalacaq. Təzyiq artdıqca
qazların həll olması nə edəcək? Artacaqdır. Demək, ən aşağı temperaturda həll olma nə olacaq? Ən yüksək olacaq. Ən yüksək təzyiqdə isə nə olacaq? Həll olma daha çox olacaq. Demək, N3 hamısından böyükdür. N3 böyükdür. Baxaq. Baxın, temperatur ikisində də eynidir. Təzyiq ikincidə daha çoxdur. Demək, N2 həll olması, yəni ikincinin həll olması birincidən böyük olacaq. N2 böyükdür M1-dən. Növbəti suala keçirik. Cavab burada cəbəndə idi. Növbəti suala keçirik. 10 mol suda. Uşaqlar, 10 mol su deyirsə əgər, birinci nə edirik? 10 mol suyu qrama çeviririk. 10 mol suyumuz nə qədərdir? 1 mol suyumuz 18 qramdır. 1-i vururuq 2-yə, üstünə gəlirik 16-nı. Nə qədər elədi? 18 qram. 1 molumuz 18 qramdırsa, 10 molumuz nə qədərdir? X. X neçə elədi? 180 qram. 180 qram nə? Su. Məsələn, ardından oxuyaq. Həll olma əmsalı 600 qram olan neçə qram duz həll edilməlidir ki, doymuş məhlul alınsın? Yaxşı, 180 qram suyu aldıq. Həll olma əmsalı nə qədər veribdir? 600 qram. 600 qram oldu. Suyumuz nə qədərdir? 180 qramdır. Baxın, uşaqlar, birinci düsturdan yerinə qoyub yaza bilərik. Demək, verilənləri bir də yazaq. M suyumuz nə qədər oldu? 180 qram. KH-ımız nə qədər oldu? Yəni, həll olma əmsalı. 600 qram. 600 qram oldu. Bizdən nəyi soruşur? Duzu soruşur. M həll olan maddəni. Bərabərdir suala. Düsturdan yerinə qoysaq, KH bərabərdir. M həll olan maddə bölünsün M su, vuraq 1000. KH-ımız nə qədərdir? 600. Bərabərdir. M həll olan maddəmizi bilmirik. 2. M suyumuz 180 qram. Vurulsun 1000-ə. Yaxşı. 1000 2 bərabərdir. 600 vuraq 180-ə. İkisimiz də neçəyə bərabərdir? 108 qrama. Cavab cəbəndir. Digər bir üsulundan da bu cür yaza bilərik. Yaxşı. 180 qram suyu tapmışıq. O heç. 600 qram KH. Həll olma əmsalı 600 qramdırsa, demək bu nə qədər sudur? Nə qədər suda 600 qram həll olan maddə var? 1000 qram suda. 1000 qram suda 600 qram duz varsa, bizdə nə qədər suydu? 180 qram suda da x qram duz vardı. Buradan x-i tapsaq 108 qram. Hansı üsul sizə daha asan gəlsə, ondan istifadə edə bilərsiniz. Növbəti sualımıza baxaq. 18. Müəyyən temperaturda 40 qram maddəni neçə millilitr suda həll etmək lazımdır ki, həll olma əmsalı 400 qram olsun. Yaxşı. 40 qram maddə deyirsə, M həll olan maddəmiz 40 qramdır. Həll olma əmsalı KH-ımız nə qədərdir? 400 qramdır. Bizdən M suyu soruşur. Bərabərdir suala. 400 bərabərdir. M həll olan maddəmiz nə qədərdir? 40 qram. M suyumuz nə qədərdir? Bilmirik. X vurulsun 1000-ə. 400x bərabərdir. Nə? X də bərabərdir neçəyə? 100 qrama. Cavab D-bəndir. 19-cu suala baxaq. Müəyyən temperatur 600 ml su. M suyumuz nə qədərdir? 600. Neçə qram maddə həll etmək lazımdır ki, həll olma əmsalı 400 olsun? M həll olan maddəmiz X-dir. KH-ımız nə qədərdir? 400 qram. Yaxşı. Yenə 400 bərabərdir. Uşaqlar, bilirsiniz də bunu hardan qoyuruq yerinə? KH bərabərdir. Bayaq neçə dəfələrlə demişəm bu düstur. M həll olan maddə bölünsün M su vurulsun 1000-ə.
Buna əsasən KH-ımız nə qədərdir? 400 qoyduq yerinə. M həll olan maddəmiz 2-si. M suyumuz nə qədərdir? 600. Vurulsun 1000-ə. X də bərabərdir. 400 vurulsun 600 bölünsün 1000. Buradan bunu, buradan da bunu getdi. 240 qram. Cavab D bəndi. Növbəti suala baxaq. Müəyyən temperaturda X duzunun 200 qram 10%li məhlulunu. Yaxşı. 20-ci sual. 200 qram 10%li məhlul deyirsə, 200-ün 10%-ni taparıq. Nə qədər eləyəcək? 20 qram. 20 qram nə? Duz. Məhlulda əlavə olaraq 16 qram X əldə edilir. Birinci baxaq. 200 qram məhlulumuzdur. Bunun 20 qramı duzdur. Nə qədər su olacaq? Təbii ki, 180 qramı da su olmalıdır ki, bu ikisinin cəmi məhlulu versin. İndi 20 qram bizim duzumuz vardı. Buna 16 qram da əlavə ediblər. Baxın, 16 qram demək, məhlula 16 qram X həll edilir. Ona görə maddənin üstünə gəlirik. Bizim su ilə işimiz yoxdur. Suyumuz sabit qalır. 36 qram. Həll olma əmsalını tapaq indi. KH bərabərdir. Nə qədər duzumuz oldu həll olan maddəmiz? 36 qram. Bölünsün 180, vurulsun 1000-ə. 5, 200 qram. Cavab A bəndi. Növbəti suala keçək. Maddənin əmələ gətirdiyi doymuş məhlulun kütləsi. Baxın, bu hissədə verilənlər məhlulun kütləsidir. Bu hissədə verilənlər həll olan maddənin kütləsidir. Bu hissədə verilənlər isə nədir? Həll olma əmsalıdır. Yaxşı, yazaq. Hanım. Məhlulun kütləsi nədir? M məhlulumuz. 620 qram. Məhlulda həll olan maddənin kütləsi. M həll olan maddəmiz nə qədərdir? 120 qramdır. Uşaqlar, buradan biz suyu rahatlıqla tapa bilərik. Məhlulumuz 620-dirsə, həll olan maddəmiz 120 qramdırsa, yerdə qaldı nə? 500 qram suyumuz. İndi bizdən həll olma əmsalını soruşursa, KH bərabərdir. Həll olan maddəmiz 120, suyumuz 500. Vurulsun 1000-ə. 240 qram. Demək, ayımız nəyə bərabərdir? Ayımız 240 qrama. Yaxşı, növbətinə baxaq. Növbəti demək 250 qram məhlulun kütləsidir. M məhlulumuz 250 qram. Həll olan maddənin kütləsi bilmirik, B qramdır. Həll olma əmsalı nə qədərdir? 250 qram. Yaxşı. Baxaq görək necə eləyə bilərik. Yaxşı, belə tapaq. 250 qram həll olma əmsalıdırsa, bu da 1000 litr sudadır. Cəmi nə qədər məhlul elədi? 1250. 1250 qram məhlulda nə qədər həll olan maddə var? 250 qram. Bəs 250 qram məhlulda nə qədər həll olan maddə olar? X qram. X-i tapaq. Yaxşı. Bir sıfırla bunu geçsək. 5, 50 qram. Həll olan maddəmiz neçə oldu? B-imiz 50 qram oldu. Yaxşı. B bərabərdir 50-yə. Yaxşı. 240, 50, 240, 50. B bəndi də ola bilər, D bəndi də ola bilər. Növbətini də tapaq. Yaxşı. Məhlulumuz nə qədərdir? Məhlulumuz C-dir, bilmirik. Həll olan maddəmiz, M həll olan maddəmiz 20-dir. KH-ımız nə qədərdir? 200 qramdır. Yaxşı. Bunu da hansı üsulla həll edə bilərik? 2 üsulla da həll edə bilərik. Yaxşı, baxaq. 1200 qram məhlulda nə qədər həll olan maddəmiz var? Yox, nə qədər həll olan maddəmiz var? 200 qram. Bəs X qram məhlulda da nə qədər həll olan maddə verib? 20 qram. İkisi tapsaq,
120 qram. C-imiz də neçə oldu? 120, 240, 50, 120. Cavab D bəndi, 21-də D bəndi. 22-ci suala baxaq. Müəyyən temperaturda 410 qram magnezium sulfat kristal hidratı 740 qram suda tam hallı olaraq doymuş məhlul əmələ gətirir. Həmin temperaturda magnezium sulfatın həll olma əmsalını müəyyən edin. Baxaq. Uşaqlar, birinci baxırıq ki, magnezium sulfat kristal hidratı neçə qramdır normalda 1 molu? 120 qram magnezium sulfatdır, 7 mol da sudur. Nə qədər eləyir? 246 qram. İndi biz tapırıq ki, 246 qram kristal hidratın tərkibində nə qədər həll olan maddə var? 120 qram. Bəs bizdə kristal hidratın kütləsi nə qədər verib? 410 qram. 410 qramda da x-dir. X-imiz nə qədər eləyir? Baxaq, 246, 410 vurulsun 120 bölünsün 246-ya. Yaxşı, 2-yə geçsək 60, 2-yə geçsək 123. 60 ilə də 123-ü 3-ə ixtisar gedərik, 20 qalar. Burada da 41 qalar. 41 ilə bunu 10. Neçə elədi? 200 qram. 200 qram nə? Maddə. 200 qram duzumuz eləsin. Bəs nə qədəri də əvvəlcə? 410 qramdır. 410 qramdan 200 qram duzu çıxarıq. 210 qram nə qalar? Su. 200-ü duzdursa 210-u da sudur. Nə qədər su həll olub? Nə qədər su da həll olub daha doğrusu? 790. 790-ın da üstünə 210 qram suyu gələrik. Ümumi nə qədər su eləyər? 1000. 1000 qram su elədi. Həmin temperaturda magnezium sulfatın həll olma əmsalını tapaq. Yaxşı, KH bərabərdir. Duzu nə qədər tapmışdıq? 200 qram. Suyu nə qədər tapmışdıq? 1000. Vurulsun 1000-ə. Nə qədər elədi? 200 qram. Həll olma əmsalı 200 qram. Yaxşı, növbəti suala keçək. Maddənin həll olma əmsalının temperaturdan asılı qrafiki verilmişdir. 50 dərəcə Selsidə. Birinci və ikinci məhlulları uyğun olaraq hansı nisbətdə qarışdırmaq lazımdır ki, 25% məhlul alınsın. Yaxşı, biz kütlə payının belə bir düsturunu bilirik. Omega bərabərdir. KH bölünsün. KH plus 1000 vurulsun. Nəyə? 100%. Yaxşı, omega 1-i tapaq. Baxaq, omega 1-imiz nə qədərdir? Həll olma əmsalı nədir? 250. 250 bölünsün. 250-nin üstünə 1000 gələndə 1250 vurulsun 100-ə. Nə qədər eləyəcək? 5, 20. Omega 2-ni tapaq. Omega 2-miz nə qədərdir? Həll olma əmsalı ikincidə 1000. 1000 bölünsün. 1000-in üstünə 1000 gələndə 2000 vurulsun 100-ə. Nə qədər elədi? 50. Yaxşı, kütlə payının belə bir düsturu var idi. Bizdə son məhlulun faizi nə qədər verib? 25-i ortada yazırıq. 20. İkinci nə qədər idi? 50. Yaxşı, 50-dən 25-in çıxdıq. 25. 25-dən də 20-sin çıxdıq. 5. Bunları da ixtisar gedəndə nə qaldı? 5-in 1-ə nisbəti. Cavab Y bəndi. Növbəti suala baxaq. 24. X-in həll olma əmsalının temperaturdan asılı qrafiki verilmişdir. X-in 50 dərəcə Selsidə hazırlanmış 300 qram doymuş məhlulunu 20 dərəcəyə qədər soyutduqda 50 qram duz sökübdür. Demək, 50 dərəcədən 20 dərəcəyə qədər soyuduqda bu arada 50 qram duz sökübdür. Nə qədər məhluldan? 300 qram məhluldan. Demək, 300 qram məhlulda 50 qram duz sökübsə. Bəs 50 dərəcədə bizim məhlulumuz nə qədər imiş? KH-ımız bilmirik nə qədərdir. A qramdırsa, baxaq, KH-ımız A qramdırsa,
A qram duzdur. 1000 qram da nədir? Sudur. Məhlul nə qədər olacaq? 1000 plus A qədər. Yaxşı. Bu qədər məhlulda nə qədər duz sökübdür? Bu ilə, bax buradakı rəqəm ilə bunun fərqi qədər. A minus 250 qram. Çarpaz vururuq. 1000 plus A vurulsun 50 bərabərdir. 300 vurulsun A minus 250. Yaxşı, bunlar buradan ixtisar gedər. Burada qalar 6. Tamam. A da bərabərdir 500 qrama. Cavab nə oldu? A bəndi. Növbəti suala baxaq. Müəyyən temperaturda X duzunun həll olma əmsalı 250 qramdır. Qram bölünsün litrdir daha doğrusu. Həmin temperaturda X-in 200 qram 10%li məhlulunu doymuş hala gətirmək üçün verilənlərdən hansını həyata keçirmək olur? Biz ilk növbədə 200-ün 10%-in gəlin tapaq. Yaxşı, 200-ün 10%-ini tapaq. Nə qədər elədi? 20 qram. Nə? Maddə. Nə qədər də su eləyəcək? 180 qram da su. Niyə? 200 qram məhlulu daxil. İndi birinciyə baxaq. Məhlulda əlavə olaraq 25 qram X duzu həll etmək. Baxaq, birincini yoxlayaq. Nə qədər maddə idi? 20 qram. Nə qədər əlavə olunub? 25 qram. Cəmi neçə qram eləyir? 45 qram. Bölünsün suyun kütləsi, vurulsun 1000-ə. Əvvəlində KH yazaq ki, KH tapırıq. Yaxşı, bu neçə dəfə eləyir? 4 dəfə 250 qram. KH-ımız baxın 250 qram aldıq. Demək birinci uyğundur. İkinciyə baxaq. Məhlula 100 qram 25%li baxın X məhlulu əlavə edilib. Yəni maddənin üstünə maddəni gələcək, alınan suyun üstünə suyu gəlib KH tapacağıq. Burada tək duzu soruşduğu üçün maddənin üstünə maddə gəldik. Amma ikincidə X məhlulu əlavə edilib deyə həm suyun üzərinə gələcək, həm də maddənin üzərinə baxaq. 100-ün 25%-ini tapaq. Nə qədər elədi? 25 qram. Nə? Duz. Nə qədər də su eləyəcək? 75 qram da su edəcək. Əvvəlcə nə qədər maddəmiz vardı? 20 qram. 20-in üstünə 25 gəlirik. Məxrəcdə də 180 qram suyun üstünə 75 qram suyu gəlirik. Vururuq 1000-ə. KH bərabərdir. 45 bölünsün 255 vurulsun 1000. Uşaqlar, bax buradan da görünür ki 250 qram cavab alınmayacaq. Demək ikinci alınmadı. Üçüncüyə baxaq. Məhlula 200 qram 30%li X məhlulu. Baxın yenə məhlulu. Baxaq. 200-ün 30%-ini tapaq. Nə qədər elədi? 60 qram. Nə? Duz. Nə qədər də su? 140 qram su. Baxaq, əvvəlcə 20 idi. Üstünə 60 qram maddə gələcək. Əvvəlcə 180 qram su idi. Üstünə 140 qram su gələcək. Vuracağıq 1000-ə. Nə qədər eləyəcək? 80 bölünsün 320 vuraq 1000. Yaxşı. 4, 250. 250 qram alındı. Demək 1, 3. Demək cavab 1 ilə 3-dür. B bəndi. 26-cı suala baxaq. Yenə təzyiq verilib, temperatur verilib. Yəni oksigen qazı soruşur. Yəni qazlara təzyiqin və temperaturun təsirinə baxırıq. Həll olma əmsalı N1, N2-yə, N3-ə bərabərdir. N2 də N3-ə bərabərdir. Yəni biz eləməliyik ki, təzyiqlə temperaturu elə artırıb, elə azaltmanı seçməliyik ki, N1, N2-yə və N3-ə bərabər olmuş olsun. Baxırıq ki, 1-dən 2-yə doğru getdikcə təzyiq neyinib? Artıb. Təzyiq artdıqca qazların həll olması neyinirdi? Artırdı. Demək biz Y-i 40-dan neynəməliyik? Böyük götürməliyik ki, təzyiq artdıqca, temperatur azaldıqca nə olacaq? Həll olmaya təsir etmiş olacaqdır. Demək Y-i
Neynəyəcəyik? 40 dərəcədən böyük götürəcəyik. Ümumiyyətlə 40 ilə 15 olanları siləcəyik. 15-dən böyük, 60-dan kiçik, yaxşı bu üçü qalsın. İndi bu hissəyə baxaq. Baxırıq ki, üçüncüdə temperatur 15-dir. Yəni azalıbdır. Biz ikisi birdən kiçik götürəcəyik ki, təzyiq yəni azaldıqca temperaturda neyniyibdir? Təzyiq azaldıqca demək həll olma artacaqdır. Temperaturda azaldıqca həll olma artacaqdır. İkisi 1 atmosferdən kiçik götürəcəyik. Baxırıq ki, bir dənə elə bir A bəndi cavabındadır. 40 dərəcədən də neynəyəcəyik? Böyük götürəcəyik. Cavab A bəndi. 27-ci suala baxaq. Temperatur artdıqca hansı maddələrin suda həll olması artır? Söhbət bərk maddələrdən gedir. Demək, 2, şəkər bərkdir, 3, 4, 6. 1 ilə 5-i çıxacaq. Niyə? Çünki qaz halındadılar. 28-ci suala baxaq. Həll olma əmsalı nə qədər verib? 240 qram veribdir. Baxaq. Birincini hesablayaq uşaqlar. 40 qram X maddəsi 200 qram da su veribdir. Yaxşı. 40 qram bölünsün 200 qram suyumuz vurulsun nəyə? 1000-ə. 200 qram. Həll olma əmsalı nədir? 200 qramdır. Demək, 1 uyğun gəldi. İkinciyə baxırıq. 50 qram duzdur. 250 qram da sudur. Vurduq 1000-ə. 5, 200 qram. Nə oldu? Həll olma əmsalı. Növbəti suala baxaq. Uşaqlar, bunun digər asan bir yolu da bir də dördüncü olacaqdır. 100 qram maddədir. Bölünsün 500 qram suya vurulsun 1000-ə. 200 qram. Demək, cavab 1, 2, 4. Ən asan yolunu deyək. Baxırıq ki, birincini hesablayırıq. Baxırıq ki, 40 qram maddə olanda 200 qram da su olduqda həll olma əmsalı nə olur? 200. Demək, 40-ın 200-ə nisbəti nə qədər eləyir? 1-in 5-ə nisbəti. Elə maddələri seçirik ki, 1-in 5-ə nisbətində alınsın. 1-in 5-ə nisbətində. 1-in 5-ə nisbətində. Amma baxırıq, 3-ün 2-yə nisbətində, 1-in 6-ya nisbətində. Ona görə bu ikisi alınmır. Biraz xırdalıqlarına qədər deyirəm ki, ola bilər ki, bəzi uşaqlar təzə başlayar, nəyi necə eləmək lazımdır, ona görə xırdalıqlarına qədər deyirəm. Növbətiyə baxaq. Maddələrin suda həll olmasının temperaturdan asılılıq qrafikinə əsasən doğru olan ifadələri seçin. Demək, suda həll olmanın temperaturdan asıllığıdır. Uşaqlar, hələ bu 1, 2, 3, 4, 5-i oxumamış baxaq. Əgər həll olma ilə temperatur düz mütənasibdirsə, nəymiş bunlar? Duz. Yəni nə? Bərk halda olan maddələr. İkisindən Y bərk haldadır. Tərs mütənasibdirsə də Z də qaz halındadır. Baxaq. Z-in həll olması endotermik prosesdir. Xeyr, səhvdir. Qazların suda həll olması eksotermik prosesdir. 1 getdi. 2-yə baxaq. 20 dərəcə Selsidə həll olması daha yüksəkdir Y-in. Baxırıq ki, 20 dərəcə Selsidə yox, səhvdir. Həll olması daha çox, bağışlayın, Y-in həll olması daha çox deyil, azdır. 40 dərəcə Selsidə Y və Z-in həll olması eynidir. Baxırıq ki, 40 dərəcədə baxın, kəsişmə nöqtəsidir. Bəli, 3 düzdür. X adi şəraitdə qaz halındadır. X dedikdə bayaq düz mütənasibdirsə temperaturla həll olma əmsalı X-siz bərk haldadır. 5-ci sualda Y və Z-in həll olmasına təzyiq təsir etmir. Uşaqlar, demək, burada yadda saxlayın ki, qələvlər bərk maddədirlər. Onların həll olmasına, demək, həll olmasının temperaturdan asılılığı, temperaturun artması həll olmanı azaldır. Niyə? Çünki eksotermik prosesdir. Bu sual biraz qaranlıqdır. Sual deməyək də bu 5-ci. Çünki Z-in həll olmasına təzyiq, qazlara təzyiq təsir eləyir. Burada yalnız
Demək 3-cü olacaq. Bu 5-cinin də bu biri verilməsəydi, hə, düz götürə bilərdik. Ona görə bu sual biraz qaranlıqdır.